Deməli belə. Bugün artıq bizim istirahətimizin sonuncu günüdür. Sabahdan artıq səhər çörəyindən sonra, naharından sonra biz yola çıxacağıq. Bu bizim deməli istirahət mərkəzinin ikincidirmi, üçüncüdürmü? İkinci. Belə qəşəng meşəli içlik var. Orada da qəşəng belə kotejlər falandır. Belə. Burada qəşəngdir. Burada ikinci. Burada ikinci korpusdur. Deməli. Bura kimi keçən dəfə gəlmişdim. Girəcəyini. Amma belə yuxarı çıxmamışdım. Burada qəşəngdir. Burada da belə otaqlar, binadır. O hissədə. Aha, qəşəngdir burada. Ləzzətlidir. Sabahınız xeyir. O tərəfdən sizə qonaq gəlmişəm. Tərəfə. Hə. Belə də. Buralığa elə bir buralığın insanlara o tərəfdə gedib. Basen yekəllə vururlar. Siz ikiləsiniz də, ikinci korpus. Bəli. Gəldik baxmağa. Bura dərin amma. Yox, elə dərin oxşamır. Deyən gör. Balacası var orada. Gəl balacasına baxaq. Buranın da suyu təmizdir, xlorludur, iyisi vurur. Axşam xlorlayıblar. Qəşəng hörüyünüz var. Özünüz hörmüsünüz yəqin. Mən yanmışam. Buy. Gecə yata bilməmişəm yanğımdan. Deyirəm belə yerə gələndə tam kremdən falan gətirər. Bir Allahın damazlığa bir kremi yoxdur. Bir onun kapısından gelir. Oy. Belə. Ha, buralıq da qəşəngdir müəllimə. Buralıq da qəşəngdir. Bizim binanın arxası tərəfi kimidir da. Belə meşəli. Bizdə belə əyilmir, düzdür. Bura fərqlidir. Ha. Burada heç nə. Fındıqlıq, yulğunluq, nə bilim. Qəşəng bir şeylər.
Ha. Yox, mən o basenyan yanında orada şəklimi çəkim bir dənə. İstediği biz. Bakınca bir de matlıda. Küçük də o. Fasulye özümüzün var ama iyice buluştu. Ay yox, deyəm. Bu da ikinci korpusun həyəti. Koş, koş, koş.